Salam əziz müəllimlər və şagirdlər. Gəlin bu sınavın bütün suallarının bir-bir izahına baxaq. Qeyd edim ki, əvvəlcədən burada testlərin içərisində səhv suallar da var. Elə sual var ki, variantda cavabı yoxdur. Elə sual var ki, səhvliklər var. Yəni, indi onları da mən izah edəcək sizin üçün qeyd edəcəm. Başlayaq birinci sualdan. Demək, burada deyir ki, kalsium karbid və natrium karbonat verilib. Bu iki maddənin qarışığıdır. İyon rabitə və kovalent rabitənin sayını verib, ümumi mol sayını hesablayın deyir. Nə edəcək uşaqlar? Baxın, kalsium karbid və natrium 2 karbon O3 yazıram. Mən bunların hər birinə molunu dəyişənlə ifadə edirəm. Birinə A mol, digərinə B mol yazıram. Sonra isə iyon və kovalent rabitələri cəmləyəcəm və orada verilən saya bərabərləşdirəcəm. Kalsium karbiddə ilk öncə gəlin quruluşunu yazaq. Neçə iyon və neçə kovalent rabitə var, onu müəyyənləşdirək. Kalsium karbidin quruluşu bu şəkildədir. Buradakı 3 rabitə kovalent rabitədir, çünki qeyri-metal atomlar arasında yaranıb ki, karbon arasında. Bu 2 rabitə isə iyon rabitəsi, çünki kalsium və karbonlar arasında yaranıb. Metal və qeyri-metal arasında yaranan metal və qeyri-metal arasında yaranan rabitələr iyon rabitəsidir. Demək, 2 dənə iyonu var kalsium karbidin, 3 dənə də kovalenti var. Duzlarda bunu necə tapırsınız? Natrium karbonatı necə tapacaqsınız? İyon rabitəni tapmaq üçün metalın valentliyini vururuq onun indeksinə və iyon rabitəni tapırıq. Burada 2 iyon rabitəmiz var. Kovalent rabitəni necə taparsınız? Oksigenin valentliyini sayına vuracaqsınız. Oldu 6. Bu bizə ümumi rabitəni verir natrium karbonatda. Ümumi rabitədən də çıxırsınız, iyon rabitəsini 2 tapmışsınız. Olur 4 kovalent rabitənin sayı. Çalışacağım sualları bu şəkildə ətraflı izah edim. Yəni, əvvəlki mövzularda toxunum, geniş izah verim ki, maksimum faydalanasınız. Belə, burada həm də duzlarda kovalent rabitənin, iyon rabitənin, ümumi rabitənin tapılmasına da toxunduq. İndi isə, yəni bu sayları yenidən burada qeyd edim hər birinin qabağından. Demək, tapdıq ki, kalsium karbiddə 2 dənə iyon var, 2 iyon və 3 kovalent var idi. 3 qat rabitədir, 3 kovalent var. Natrium karbonatda da 2 iyonu var, kovalent rabitə 4 dənə oldu. 4 dənə də kovalent rabitəsi var. İndi biz bu sayların mollarını vurub toplayacağıq. İyon rabitəsinin ümumi sayını orada bizə, diqqət edin, 10 verir. Demək, mən yazacağım 2A, kalsium karbiddə 2 idi, əmsalına vurdum. Bunu da əmsalına vuracağım, olacaq 2B. 2A plus 2B bərabərdir 10-a. Kovalent rabitəni yazsaq, 3A plus 4B bərabərdir 17. Belə, bu tənliyi buradan həll edir. Burada yuxarıda A plus B bərabər olur 5-ə, hər tərəfi 2-yə bölürəm. Demək, A da bərabərdir 5 minus B-yə. Aşağıda yerinə yazsaq əgər A-nın qiymətini, olacaq 15 çıxaq 3B plus 4B bərabərdir 17. Burada B bərabərdir. Deməli, 2 olur. B-ni tapdıq ki, biz 2-dir. Burada A-nı avtomatik tapacağıq. A da bərabər olur 3-ə. Çünki A plus B cəmi 5 idi. İndi bizə nə istəyir? Ümumi maddələrin ümumi olan sayını hesablayın. Ümumi mol sayını demək istəyir hər halda. 3 plus 2 ümumi mol sayda oldu. 5. Hətta uşaqlar, müəllimlər, fikir verin bir dənə bura. Burada baxın, o tənliyi həll eləmədən də mən hər tərəfi burada 2-yə böldüm. Yazım A plus B bərabərdir 5-ə. A ilə B zaten bunların molu ilə deyilmi? Heç tənliyi həll eləmədən də A plus B-ni tapdınız. Zaten A və B vermişdi bunların mol sayını. Demək ki, ümumi mol sayı 5 imiş. Yəni A-nı B-ni ayrılıqda sizdən soruşmadığı üçün, yəni davam etməyə ehtiyac yoxdur. Ayrılıqda soruşsaydı ki, kalsium karbid neçə moldu, natrium karbonat neçə moldu, bu zaman ayrı-ayrı qiymətlərini bu şəkildə hesablayıb tapardınız. Belə. Yəni, maksimum məsələləri qısa yoldan həll etməyə çalışaq ki, həm də vaxt qazanaq. Sonra keçək indi ikinci suala. Birincidə cavab oldu A variantı 5. Gəlin burada reaksiyaları yazaq. İlk öncə gözümüzün qabağında olsun. Litium plus O2 alınır buradan litium 2O. Natrium oksigenlə reaksiya girəndə digərlərindən fərqli olaraq oksidi yox, peroksidi alınır. Kaliumda oksigenlə reaksiya girəndə oksidi yox, superoksidi alınır. Bunları əmsallaşdıraq. Yəni 2 yazıram bura, bura düşür 4. Natriumda bura bir 2 düşür. Kaliumda ehtiyac yoxdur. Demək uşaqlar, bunların deyir ki, bizə metalların mol sayları bərabərdir bir-birinə.
Metalların mol sayılarını bərabərləşdirəcəm mən indi. Və ona uyğunlaraq baxacağıq ki, görək hər birinin həmin mol miqdarına nə qədər oksigen düşür. Ta ki, hər birinə 4 mol yazsaq, kütlələrini yazdım, kütlədən asılılığını soruşur da bizdən burada. Deməli, 4 mol götürəm, lityum məsələn 28 qramdır. Natrium 4 mol götürəndə 46-nın 2 qatı 92 qramdır. 39-u 4 mol götürəndə 156 qramdır. Belə. Hə, oksigen öz mollarının miqdarı da eynidir. AA dediyinə görə mən hər birini 4 götürmüşəm. Oksigenin mol miqdarına baxaq indi. Bu lityumun 4 molu ilə 1 mol oksigen girir zaten reaksiyaya. Natriumun 2 molu ilə 1 mol girirsə, 4 molu ilə 2 dəfə artıq olacaq, deyilmi? Bunu 4 mol götürsəm natrium, bu da 2 dəfə artacaq da 2 artdığına görə. Olacaq bu da 2 mol, 4 molla yazıram da yəni. Kaliumda 1 mol, kaliumdan 1 mol oksigen deyə 4 molla da 4 mol olacaq. Demək ki, bunların baxın fikir verin, kütləsi artır getdikcə 28, 92, 156 və reaksiya daxil olan oksigenin mol miqdarı da artır. Demək ki, bunların kütləsi artdıqca oksigen, bizə amma sıra nömrəsindən soruşdu. Gəlin sıra nömrəsinə əsasən yazaq da. Baxın, kaliumda 156 qram idi, deyilmi? 156 qram idi. Sıra nömrəsi neçədir? 39. Sonra natriumda deməli neçə qramdır? 92 qramdır. Natriumun sıra nömrəsi neçədir bizdə? 92. 11'dir. Sonra lityumda neçə qramdır? 28. Lityumun sıra nömrəsi isə 3'dür. Belə. Demək, baxın uşaqlar, sıra nömrəsi, burada kütləsi artdıqca sıra nömrəsi də artır zaten. Və oksigen mol sayı da kaliumda daha çoxdur, deyilmi? Demək ki, qrafikdə də sıra nömrəsi artdıqca oksigenin mol sayı da artmalıdır. Hər ikisi artmalıdır. Yəni, bir-birinin düz asıdır. Bu da uyğun gəlir A variantına. Davam edək. İndi isə gəlin baxaq 3-cü suala. Burada baxın bizə reaksiyalar verib. Reaksiyalar ardıcıl şəkildə yazacağıq. Oradan alınan maddələri tapaq. Birinci qarışqa turşusunu verib və oxun üzərinə diqqət edin, sulfat turşusu verib. Sulfat turşusu bilirik ki, higroskopik maddədir və burada da higroskopik nə deməkdir ümumiyyətlə? Yəni suuducu maddədir. Buradakı da su buxarını sulfat turşusu hopdurur özünə. Yəni bu reaksiyadan alınır su və CO. Yəni qarışqa turşusundan bir növ suyu çıxarır. Bu şəkildə su və CO alınır. Daha sonra X, Y bunlardan biridir. Deyir ki, Y üzərinə CH4 gələndə Z və X alınır. Baxın, X nədirsə buradan təzədən alınır. Orada belə ola bilər. H2O ilə CH4 reaksiyaya daxil olur və buradan alınır CO plus H2. Bu zaman burada elə bir şey X oldu nə? COX-dir. Su da oldu Y. Bu şəkildə su da oldu Y. Sonra yuxarıya indi gəlin baxaq. Yox, aşağıda, aşağını yazdıq. Buradakı Z də oldu hidrogen. Bu da oldu Z aşağıda çünki Z plus X alınıb. CO da X idi, bunu bildik. Sonra deyir ki, X-in üzərinə, yəni CO-nun üzərinə 2 Z gəliblər. 2 hidrogen. Aha, CO-nu yazıram. Üzərinə 2 hidrogen gəlirəm. 2H2. Buradan uşaqlar alınır qarışqa, yox, qarışqalı deyil, yox. Çünki burada X ilə reaksiya daxil olub eləmə gəlir. Belə olacaq uşaqlar. Bu CH3OH-dır. Burada 2 mol hidrogendir. CH3OH-dır. Bu şəkildə olacaq. Sonra bu CH3OH-da X ilə təzədən deməli, yəni CO ilə girir. CO ilə. Buradan əmələ gəlir CH3COOH. Turşu. Demək, burada bizim T'miz oldu spir. O da X ilə girdi, CO ilə girdi. L də oldu karbon turşusu. Bunların hamısını müəyyən elədik. İndi gəlin fikirlərə baxaq. Deyir ki, T və L-in reaksiyasından mürəkkəb efir alınır. Mürəkkəb efirdir. T və L spirt və turşudur. Baxın. Spirt və turşu. Bunlar reaksiya ilə mürəkkəb efir əmələ gətirir. Doğrudur. Y ilə Z su və hidrogen reaksiya daxil olur. Tamamilə yanlışdır. Daxil olmur. T maddəsi turşudur. T.
Xeyr, spirtdir. Z maddəsi bəsitdir. Z bəsit maddədir. Doğrudur. Hidrogen bəsitdir. X bəsitdir. X də CO-dur, amma bəsit deyil. Demək doğru olur burada 1 və 4 Y variantı. Keçdik 4-cü suala. İki müxtəlif qabda gedən 2 dənə reaksiya verib bizə burada. Oy. Başlanğıc maddənin qatan zamandan asılılığı verilmişdir. Hər iki reaksiyanı mən yazacağım. Bura müqayisə edəcəyik. N2 plus H2 alınır buradan 2 mol NH3. Sonra H2 plus brom 2 alınır buradan 2 mol H brom. Belə. Deməli, bura BST yazacağım. Yəni başlanğıc sərf olma və tarazlıq qatılığını bildirsin deyə. Orada qrafikdə verilənləri gəlin qeyd edək indi. Nə verib bizə? Bir dəqiqə, Demək deyir ki, azot başlanğıcda neçəymiş? Azot başlanğıcda 4 imiş, sonra gəlib 2-yə, tarazlığı 2-dir və sərf olunması da 2-dir. Brom da, buradan da bromu verib sadəcə. Deyir ki, 5-dir başlanğıcı, gəlib neçəyə? 1-ə, tarazlığı 1-dir. 1-ə gəlməyədirmi? Deməli, sərf olması da 4-dür bu şəkildə. Biz bilirik ki, uşaqlar, deməli, burada sərf olunmalar müəyyən nisbətdə olur. Bunun əmsalını yazmamışam. Sərf olmalar əmsala uyğun olaraq bir-birinin nisbətdə olurlar. Yəni, əmsala uyğun olaraq digərlərini yaza bilərik. Məsələn, 1 mol azotsa, bunu X nəzərdə saxlayırsınız. Bunu 3X, məsələn, bunu da 2X. Amonyakı da 2X nəzərimizdə tuturuq. Burada X 2-dirsə, 3X neçə olacaq? Təbii ki, 6 olacaq bunun səhv olması. Bu da olacaq 4. Digər tərəfdə də brom 4-dür. Hidrogenlə brom 1-in 1-ədir deyə burada da 4 olacaq. H bromda 2 molda 2 dəfə artıq. Yəni, bura 8 yazacağım. Bunun tarazlığı ilə sərf olması bərabərdir. H bromda çünki məhsulda tarazlıq və sərf olma bərabərdir. Başlanğıcı 0 olur. Amonyakda da sərf olma və tarazlıq bərabər olacaq. Amma başlanğıc 0 olur. Belə bildiklərimiz bunlardır. Sonra görə bizdən burada nə istəyir? Reaksiyanın hidrogenə görə sürətlər arasında deyir ki, münasibəti tapın. Baxın, uşaqlar, elə biz bunu əmsala sərf olunma miqdarına uyğun olaraq götürə bilərik. Burada hidrogen neçədir? 6-dır. Burada isə hidrogen 4-dür. Bunu tapırıq. Bunlar arasında demək nə qədər fərq var? 6 bölək 4. 1,5 dəfə fərq var. Bu birimizdir. V1 buradadır. V2 də burada ikinci reaksiyadır. Demək ki, V1 bərabərdir 1,5 V2. Bu şəkildə götürəsiz cavab olacaq Y variantı. İndi gəlin, baxaq 5-ci suala. 5 nə deyir bizə? CO2 və CO götürülüb qabda. Deyir, bunların qazları közəlmiş kömür üzərindən keçirilir. Közəlmiş kömür karbondur. Burada reaksiyaya girən CO2 olacaq. CO reaksiyaya girməyəcək. Bu şəkildə gedəcək reaksiya. 50 qramdır bunların miqdarı. Sonra nə deyir? Tam reaksiyaya gedir. Reaksiyadan sonraki qazın kütləsi 56 qram. Uşaqlar, reaksiyadan sonra CO alınır bu öz yerində. Buradakı da bir dənə də CO-muz var. Bu da bu şəkildə qalıb burada. Deməli, deyir ki, mənə nədir? 56 qram olarsa, bu CO-nun kütləsindir. İlkin qarşılıqda qazların kütlələrini müəyyən edin. Demək, heç nə. Bu 56 qramdır. Normalda burada 44 qram karbon qazı olanda, 44 qram olanda karbon qazı. Aşağıdan yazaq. Reaksiyaya girir də. Buradan 56 qram CO alınır. Deməli, amma bizə deyir ki, burada ümumi CO-nun miqdarı deməli 56 qramdır ümumi miqdar. Bu 44-ü buradan sileyim. O 56 ev ki, orada dediyi ümumi miqdardır. Və fikir verin, 50 qramda başlanğıcda qarışığımız var. Burada kütlə artımı nə qədər oldu? 6 qram. Bu 6 qramda bu karbonun hesabından olur. Aydındır. Demək, 6 qram karbon reaksiyaya girib. İndi belə bir şey qura bilərik. Bu CO-nu hələ qoyuram qırağa. 44 qram karbon qazı reaksiyaya girəndə 12 qram karbon reaksiyaya girirsə, X-də də yazıram 6 qram. Aydındır. Buradan tapıram ki, 22 qram karbon qazı olub başlanğıcda.
Bu öz yerində. Daha sonra burada 12 qram karbon reaksiyaya girəndə 2 mol CO alınır. Yəni 56 qram alınır. Bəs 6 qramda nə qədər alınır? Məsələn bunu Y yazaq. Bu da yeyəcək 2 dəfə az, yəni 28 qram. Bu 28 qram budur. Reaksiyadan alınandır. Bizə nə qədər olub? 56 qazın kütləsi nə qədər olub deyir sonradan? 56 qram olub. 28-i reaksiyadan alınırsa, demək bu qazın kütləsi nə olacaq? Olacaq 28 qram. 28 qramda elə 1 moldur. Qramı soruşur da. Elə bu başlanğıcda da 28 idi. Bu zaten dəyişmir. Olduğu kimi qalmışdır. Demək ki, karbon qazının miqdarı 22, CO-nun miqdarı da 28 olacaq. A variantı. Belə, keçək indi 6-cı suala. Aha, burada nə deyir? X və Y turşuları verib natriumla reaksiyaya daxil olurlar. Deməli, 6-da birinci X natriumla girir. Buradan 1 mol H2 alınır. Sonra 2Y-də reaksiyaya girir. Plus 2 natrium. Buradan alınır 1 mol hidrogen. Uşaqlar, burada birinci yuxarıda olan deməli 2 əsaslı turşu olacaq. Bunu reaksiyanda yazaraq yoxlaya bilərsiniz. Məsələn, oksaltı ilə yazıram. Gözünüzün qabağında olsun. Plus natrium. Burada hidrogenlər hər ikisi natriumdan əvəz olunur. Plus H2. 2 dənə natrium olduğuna görə sağ tərəfdə burada natriumun əmsalı 2 olur. Turşunun əmsalına dəmir olduğu kimi qalır. Hidrogenin də əmsalı 1-dir. 2 dənə hidrogen vardı, ikisi də çıxdı. Aydındır. Bu 2 əsaslı turşu. Bir əsaslı turşuda isə bu Y-də kimi olur. Yəni bir əsaslı bir turşu yazaq. Məsələn, CH3, COOH plus natrium buradan alınır. CH3, bir dənə hidrogen natriumdan əvəz olunur. Plus hidrogen. Bunu əmsallaşdırsaq həqiqətən də demək burada 1 mol hidrogen olur. Deməli oksigen sayı, hidrogen sayı, hidrogen burada sağ tərəfdə 5 dənədir, sol tərəfdə 4 dənədir. Bunu gərək biz bərabərləşdirək. Onun üçün nə edirik? Bura bir 2 yazırıq. Bu turşuya da bir 2 yazırıq. 6, 4, 2, 8. Bu yanda da 6, 2, 8 oldu. Natrium 1 qalır. Yox, natrium 2 yazdığımız üçün natriumda 2 yazırıq. Bu da 1 olaraq qalır. Gördünüzmü? Bir əsaslı turşu da bu şəkildə olur. Y yəni bir əsaslı turşudur. X isə 2 əsaslı turşudur. Ona görə də X-ə gedir yalnız 3. Akril və sirkə turşusu ikisi də bir əsaslı turşu olduğuna görə 1 ilə 2 də gedir Y-ə. Daha sonra keçək 7-ci suala. 7-də demək maraqlı bir sualdır. XO-dur, karbon qazı ilə reaksiyaya daxil olurlar. Gəlin bunları reaksiyaya daxil edək. XOO demək ki, bu 2 valentli metaldır. Karbon qazı ilə reaksiyaya daxil edirəm. Alınır X karbon O3. Y2O-da 1 valentlidir. Buradan alınır Y2 karbon O3. Heç bir əmsala ehtiyac yoxdur. Aha, heç bir əmsala ehtiyac yoxdur. Bəli. Burada deyir ki, hər biri 0,5 molunu verir. 1 molunu yazsaq, demək X karbon O3-də 50 verib 0,5-i. 1 molun kütləsi 100 olacaq. 2 dəfə artıq olur da təbii ki. Y-də də 53 verib 1 molda olacaq 106. Bunları bu şəkildə qeyd edirik. Heç nə. Ondan sonrası da tənlik qrup həll edirsiniz. Məsələn, X-i tapıram. X-i tapmaq üçün nə edirəm? X plus 12 plus 48 bərabərdir 100. Buradan 60 X bərabər olur 40-a. Sonra Y-də 2Y plus neçə edir bu? 12 üstə 60 bərabərdir 106-ya. 2Y bərabər buradan 46-ya. Y də bərabərdir 23. Demək ki, X bərabərdir Y plus 17 edir elə. Y plus 17, 23 üstə 17 gəndə 40 alınır. Bu şəkildə yazırsınız. Sonra 8-ci suala keçək. Aha. Gəlin bu məsələnin izahına baxaq. Deyir ki, mürəkkəb efiri 80 dərəcə Selsidə 80% sulfat turşu ilə qızdıranda qaz qarışığı əmələ gəlib.
Hansı mürəkkəb efirdir görəsən? Bu qaz qarışığını deyir ki, artıqlamasıya götürmüş bromlu sudan keçirdikdə qarışığın həcmi 2 dəfə azalır. İlk öncə uşaqlar, burada bromlu sudan keçirdikdə dediyinə görə biz buradan metili avtomatik çıxırıq. Çünki bromlu suyu rəngsizləşdirən yalnız doymamış qruplar ola bilər. Deməli, yəni doymamış birləşmələr alkenlərdə 2-dən başlayır, deyilmi? 2, 3, 4. Ona görə C variantı avtomatik çıxırsınız. Burada deyir ki, həcm 2 dəfə azalıb, sıxlıq isə 1,5 dəfə azalıb. Həcm 2 dəfə azalıb deyəndə demək ki, orada qazlar alınıb. Qazların 50%, neçə mol qaz alınırsa, o qazların 50% bromlu su ilə rəngsizləşib. Bunu necə bilə bilərik? Baxın. Deməli, ilk öncə bir var asetat turşusunun OX hidrolizi. Buradan alınır CH3, COOH və XOH hər hansı bir spirtdir. Etil də ola bilər. Elə burada etil asetat verib. Formiyyatda da HCOOX, məsələn, burada alınır HCOOH plus XOH. Bunlar nəyə görə yazdım? Burada biz formiyyatı götürəcəyik və bunun da səbəbi var. Çünki, baxın, orada qaz qarışığı qızdırılır. Bu turşular parçalanacaqlar. CH3, COH parçalananda buradan əmələ gələcək CH4, karbon qazı bu şəkildə CH4 və karbon qazı. HCOOH bu da parçalananda buradan alınacaq CO plus H2O. Yəni buradan 2 dənə qaz alındı. 1 mol, 1 mol, 2 mol burada. Plus da propil olsun. Deməli, onu da yazın buradan. Məsələn, tutaq ki, etil asetat, propil asetat fərqi yoxdur, hər hansı biri. Propil olsaydı olacaq C3H6, etil olsa olacaq C2H4. Yəni bunlar qazdır zaten. Tutaq ki, məsələn, indi etil asetat vardı burada. Etil asetatda C2H5OH alınacaqdı orada spirt kimi. XOH yəni C2H5 olacaqdı. C2H5OH. Bunun da parçalanmasından deməli C2H4 alınacaqdı. C2H4 bir qaz, burada da 2 mol qaz. Ümumilikdə 3 mol qaz var və bromlu su ilə reaksiyaya girəndə burada C2H4 olacaqdı. Həcm 50% azalmayacaqdı. Aydındır, ümumilikdə 3 mol idi, 1 molu girdisə bu 50%-dən az oldu. Amma etil formiyyat götürsək, bu indi etil deyirəm, o bilmirik, hələ sıxlığı tapacaq, ondan sonra biləcək etildimi, propildimi, butildimi. Əsas burada bu müəyyən yerdə formiyyat olması, onu sonradan tapacaq. Yəni formiyyatın götürsək, hər hansı bir qrup olsun, fərqi yoxdur da. Burada yəni bir dənə qaz alınacaq, bu, o bayaq dediyim ki, bromlu sudan. Bir də bunun qazı var, bu su mayedir zaten. Burada artıq həcm həqiqətən də qazlara baxılır axı. Həcm həqiqətən də 2 dəfə azalmış olur. Necə? Yəni 50% gedir bromlu su ilə, digəri isə qalır. Aydındır, burada formiyyatı götürəndə CO burada bromlu su ilə rəngsləşmir deyə 50% azalmış olur həcm. İndi bildik ki, biz formiyyat turşusunun duzunu götürməliyik. Bəs hansı olmalıdır? Butilmi, propilmi, etilmi? Onu necə tapırıq? Deyir ki, bunu burada yazım. HCOH. Bu qarışqa turşusu orada alınır efirin parçalanmasına və bundan da C plus H2O alınır orada. Qaz qarışığı əmələ gəlir də deyir sulfat turşusu orada suyu udur ona görə. C2H5OH da həmçinin. Məsələn, C2H4 plus H2O. Bu təkcə C2H5OH aid deyil. C3H7OH, C4H9OH hər birində. Yəni alkin və su. Suyun alması səbəbi də o sulfat turşusu ilə qızdırmaqdır. Çünki sulfat turşusu higroskopikdə oradakı suyu udur. Bu qarışqa turşuda bildiyi bir dənə qaz alınır. Bunun da kütləsi nə qədərdir? 28 qramdır. Sıxlıq 1,5 dəfə azalıb. Demək ki, həmin qaz alınan spirtdəki XOH nədirsə, burada alınır, elə ki, CN, H2N, yəni bir dənə alken alınır, bir də su alınır da. Bunu da hətta X yazmayım, daha aydın olsun deyə yazaq.
CnH2n plus 1 OH. Hansısa bir spirt alınır burada. İndi bu CnH2n reaksiyaya gedib 28 qalıb burada. 1.5 dəfə azalıb. Kütlə 28 olub. Deyilmi? Çünki bu gedir. Sonra ki 1.5 dəfə azalır. 1.5 dəfə azalanda da sıxlıq. Ancaq burada nə qalır? Bu 28 qalır. Deyilmi? Mən indi 28-i vuraram 1.5-ə, taparam ki, bu ikisi birlikdə olanda kütlə nə qədər olub? Olacaq bu da 42. Bunu tapdıq mı? Bu 42 bunların orta molyar kütləsidir. Bunların hər birindən 1 mol var. Qazdan söhbət gedirsə orta molyar kütlə. Hər birindən 1 mol var. Yazıram indi 28 plus x bölək 2 mollar cərəyanı bərabərdir 42-yə. Burada 28 plus x bərabər olur 84-ə. X də bərabər olur 56-ya. Tapdığımız x həmin bu qazın kütləsidir. Buradakı alkenin kütləsi. İndi bunu da emerini tapırıq buradan. Alkenlərin emeri nədir? 14N'dir. 14N bərabərdir 56. N də bərabərdir buradan 4-ə. Demək ki, 4 olan hansıymış? C4H10. Yəni, oradakı radikalda C4H9-da butil formiyyatıymış formumuz. Diqqətlə, hətta təkrar dinləyin, lap aydın olacaqdır sizə. Belə. Daha sonra 9-cu suala baxaq. Deməli, deyir ki, karbohidrogenlərin oktan ədədinin artma sırasını göstərin. Uşaqlar, oktan ədədi ümumiyyətlə hansı sırada artır? Benzol sırası, daha doğrusu azalmasını yazında. Benzoldan başlayır. Benzol sırası karbohidrogenlərində ən çoxdur, yəni. Sonra izoalkanlardır, ondan sonra sağa doğru getdikcə azalır. Sonra sikloalkanlardır. Ondan sonra gəlir alken, ən az da alkanlardadır. Yəni normal alkandan söhbət gedir burada. Belə bu istiqamətdə yəni azalır oktan ədədi. Burada da elə ona əsasən düzəcəksiniz. Deməli, birinci olacaq. Burada atma sırasını istəyir bizə. Normal alkan götürəcəksiniz. Yəni normal heksanı götürəcəksiniz. Sonra alken yoxdur burada. Siklo var. Ona görə də siklo heksanı yazırıq. Sonra 2 metil pentan da izoalkandır artıq. Normal heksanın izomeridir fikir verirsinizsə 3 olacaq. Ondan sonra da benzil. 4, 2, 3, 1 B variantı bu istiqamətdə düzürsünüz. Keçək 10-cu suala. Burada bizə deyir ki, molekulunda n sayda olan hidrogen atomunun amin turşunun formulu. Demək uşaqlar, CnH2n bu şəkildə yazar. NH2COH, yəni budur. Formulu. Burada neçə dənə hidrogen var? 2n plus 3 sayda hidrogenimiz var. Bu hidrogenin sayıdır. Deyir ki, n sayda hidrogeni var bunun. Bu elbki 2n plus 3'ü n'ə bərabərləşdirib. Sonra deyir ki, tripeptiddəki hidrogen atomlarını sayır. İnşallah, tripeptid əmələ gətirirsə bu amin turşu, buradan 2 molekul su çıxır. 2 molekul su çıxır. Deməli, 2 molekul suda 4 dənə hidrogen var. Demək, tripeptiddəki hidrogenlərin sayını tapın. Bu N-də bir dənəsində olan hidrogen sayıdır. Tripeptid deyirsə, biz təbii ki, bu N-i vurmalıyıq 3-ə. Ümumi hidrogen sayı bu qədər olmalıdır. Sonra da orada sudakı hidrogenləri çıxırıq. 3-ün minus 4. Onda çıxdınız, qaldı. 3-ün minus 4 A variantı. Belə. Keçək 11-ci suala. Eyni temperaturda 2 müxtəlif qabda azot reaksiyasının mol sayının zamandan qrafiki verilmişdir. Reaksiya gedən qablarda həcmləri və reaksiyanın tarzı sahibləri arasındakı münasibəti müəyyən edin. Demək, burada əslində səhvlik var idi bu sualda da. Onu qeyd edeyim, sonra keçək. Burada tarazlıq qatıqlarını görürsünüz, yazdıq. Sabit qaldığı hissə tarazlıq qatıqıdır. Amma tarazlıq qatığı kimi burada sərf olmaları götürülmüşdü. Elə onu götürəndə yəni K-ları bərabər olur o zaman. Yəni belə götürmüşdü ki, hidrogenin tarazlığı 3-dür, azotun tarazlığı 1-dir.
Burada da amoniyakın tarazlığı da 2'dir. Zaten bərabər olur. Burada amonyak 4'dür. Hidrogen 6. Deməli azot da 2 olur. Yəni orada hesablamaqla məsələn azot 5-dən 3-ə gəlib 2-dir. Hidrogen 8-dən 2-ə gəlib 6-dır. Və burada fikir verirsinizsə eynidir. Nisbət hər birini 2 dəfə artıb. Sərf olmaları eynidir. Bu o deməkdir ki, yəni tarazlıq qatılıqları belə olsaydı, bu zaman biz K-ları bərabər götürərdik. Amma tarazlıq qatılıqlarını mən yazdım. Görürsünüz ki, tam fərqli qiymətlər alır. Ona görə də burada bu yanlış yanaşmadır. Keçək indi 12-ci suala. Maraqlı sualdır. Deməli, reaksiyaları yazıram. Burada H2O mayedən keçib H2O qaza. Plus da delta H plus X delta H soruşur. Diğeri plus X yazıram. Sonra ikinci reaksiyamızda baryum oksiddir. Bərk haldadır. Plus H2O alınıb baryum OH. Bu mayedir. Bu da bərkdir. Bu da minus Y-dir. Bizə deyir ki, baryum oksid plus H2O alınsın və H2O qazdır. Alınsın baryum OH. Burada sadəcə etməli olduğumuz budur ki, bu H2O qazı keçirməliyim bu yana. Yəni bunun bir yerlərini dəyişirəm. Bura diqqət edək. Belə qoyum. Demək buraya yazacağım, dəyişəcəm yerlərini. H2O qaz çevrilir H2O maye. Və yerlərini dəyişəndə bu isti effektinin işarəsi, entalpiyanın işarəsində dəyişdim. Sonra burada ixtisarları aparırıq. Əks tərəfdə olanlar bir-birinə ixtisar gedir. Yəni burada H2O maye burada sağa keçdi. Burada isə H2O maye soldadır deyə bunlar gedir. Yerdə qalır elə. Burada qaldı baryum oksid və baryum hidroksid. Burada da qaldı H2O qaz. Bunları cəmləsək aşağıdakı reaksiyanı alırıq. Ona görə də isti effektlərdə olur elə. Burada mənfi X-dir, burada mənfi Y-dir. Bunları toplayanda olacaq mənfi X çıxaq Y. Bu şəkildə cavabınız olur burada B variantı. Keçək 13-cü suala. Molekula bucaq gərginliyi 0 dərəcə 44 olan deyir ki, sikloalkanın valent bucağını təyin edir. Bunun düsturu var. Bu inanmıram ki, imtahana düşər. Çox güman ki, düşməz. Bizim belə deyək də kitablarda yox, xarici mənbələrdə mən bu düsturu götürmüşəm. Belədir, bucaq gərginliyini tapmaq üçün bucaq gərginliyi bərabərdir. Burada bilirsiniz ki, sikloalkanlarda hibridləşmə sp3 hibridləşmədir və sp3 hibridləşmə bucaqda 109 dərəcə 5 ştrix qəbul edilir. Ona görə nə edirlər? Sadəcə orada sikloalkanlarda qapalı quruş olduğuna görə o rabitələr bir-birinə yaxınlaşmış olur. Ki gərginlik yaranır, rabitələr sıxılır sanki, bucaqda kiçilir. Ona görə də bucaq gərginliyi yaranır. Bucaq gərginliyi yəni burada meydana çıxır. Onun düsturu da bucaq gərginliyi tapmaq üçün də belə edilir. 109 dərəcə 5 ştrixdən çıxırıq valent bucağını və bir dəqiqə buradan yazım. Bucaq gərginliyi bərabərdir 109 dərəcə 5 ştrix çıxaq valent bucağı və bölürük sonra bunu 2-yə. İndi bizə burada verib ki, bucaq gərginliyi 0.44 valent bucağını tapın. Yəni 0 dərəcə 44 ştrix bərabərdir 109 5 çıxaq valent bucağı bölə 2-yə. Buradan da 109 tam onda 5 kimi götürsün bunu. Çıxaq valent bucağı bərabərdir. 0,44'ü vurursunuz 2'ye. Edir 0,88. Ona çıxanda valent bucağı olur təqribən 108-62. Onda elə 108 dərəcə götürürük. Cavab olur burada 108. Belə. 14-cü suala keçək. Bizə XY3 duzu verib. Deyir ki, bu məhlulda 12 mol Y iyonu var və məhlulda həmin duzdan daha 1 mol həll ehtiyat ham dissosiasiya baş versə iyonların sayı neçə faiz olar? Baxın,
X, Y, 3 dissosiasiya edəndə buradan X əmələ gəlir və 3-dən də Y. Y mənfidirsə, onda bu olacaq X 3 müsbət. Bunu buradan bildik. Deyir 12 mol Y iyonu var. 1 mol da əlavə edəndə tam dissosiasiya baş verir. 12 mol var. Bu 3'dür. Bu 12 varsa, onda bunlardan da 4 dənədir. 1 mol duzdan daha əlavə edir. Plus 1 olur nə? Duz olur 5 mol. X olur 5, Y də olur 15. Yəni 3-də axı bir dənə birləşmədə 3 Y varsa 5 mol olanda birləşmə 15 olacaq Y-in sayı. Deməli, tam dissosiasiya baş verir özdə deyir. 12'nin üzərinə 3 gələndə tam dissosiasiya baş verir. İyonların sayı neçə faiz artar deyir. İyonlar əvvəl neçə idi? 12, 14, 16 idi. Əvvəl 16 mol iyon var idi. Sonra neçə oldu? 5, 15, 20 mol iyon oldu. Nə qədər artım olub? 4 mol artım olub. Deyilmi? Əvvəl 16 idi, 4 mol artdı da. 4'ü bölürsünüz 16'ya, vurursunuz 100'ə. Heç nə. Bu da edir 25%. Y variantı olur burada cavabınız. Sonra deyir ki 15'də SO3 molekulunda hansı orbitalların qapanmasından yaranmış kimyəvi rabitələr var? Uşaqlar, SO3, gəlin bunun quruluşunu çəkək. Burada kükürddə, oksigendə hər ikisi sp2 hibrid halındadır. sp2 hibrid halında olduğu necə tapırsınız? Ümumiyyətlə hibridləşmə tapmasının bir yolu var. Kükürdlə, yəni hibridləşmə növünü tapmaq necə tapa bilərsiniz? Gəlin onu izah edeyim ilk öncə. Kükürdlə oksigen hər ikisi 6-cı qrup elementidir. Oksigen burada 2 dənə elektron verir rabitənin yaranması. Hər bir oksigen 2 dənə elektronunu verir. 6-cı qrupda 6 valent elektronu var. Bunun deməli 4 dənə elektronu kənarında qalıb. Bütün oksigenlərə şamil edilir bu. Hər birinin 4 dənə elektronu qalıb kənarda. Bunları göstərirəm bu şəkildə. Kükürdün də 6 elektronu var. Bu isə 6'sında verir. 1, 2, 3, 4, 5, 6. 6'sında rabitə əmələ gəlməsindən istifadə edib bunun elektronu qalmayıb. İndi kükürdün mən demək hibridləşməsini tapmaq istəyirəm. Nə edəcəyik? Baxın, hibridləşməni tapmaq üçün burada deməli sigma rabitəni sayırsınız. Tutaq ki, kükürd neçə sigma rabitə əmələ gətirir? Burada 2 qat rabitənin biri sigma, biri pi deyilmi? 3 dənə sigma rabitəsi əmələ gətirib. Sigma rabitənin sayı bərabərdir 3. Üzərinə gəlirsiniz istifadə olunmayan elektron cütlərinin sayını. Elektron cütü də neçə dənədir? Elektron cütü. Təbii ki, 0'dır kükürdə dedik, hamısı istifadə edib. İstifadə olunmayan 0'dır, yəni. Aydındır, istifadə edib də, yerdə heç nə qalmayıb. 3 bölü 0 oldu cəmi 3. Hansı birləşmədə 3 dənə orbital var? sp2-də. Bu kükürd. Oksigen üçün də eyni qayda ilə. Sigma rabitə neçə dənədir ətrafında? 1, 2, 3 dənədir yenə. Bu da 2 qat rabitələrin biri sigmadır. 3 dənə sigma rabitə əmələ gətirib. Bəs istifadə olunmayan elektron cütü neçə dənədir oksigenin? 1, 2. Üzr istəyirəm. Elektron cütündən sigma niyə 3 yazdıq ki? Bir dənə oksigendən söhbət gedir. 1. Bir dənə sigma əmələ gətirdi. Kükürddə hamısı eyni kükürdə aiddir, amma burada ayrı-ayrı baxırıq. Bir dənə sigması var. 2 cütdə elektronu var. Bunları toplayanda neçə eləyir? 3. Demək ki, oksigen də sp2 hibrid halındadır. İndi nəyə görə bunu izah etdim? Burada hansı kimyəvi rabitələr var, onu daha yaxşı anlaya bilməyiniz üçün. Demək ki, burada 2 qat rabitələr var. 2 qat rabitənin də biri sigmadır, biri pi. Sigma rabitələr sp2 hibrid orbitalın ötürülməsindən əmələ gəlir. Çünki oksigenlər də hər biri sp2-dir, kükürt də sp2-dir. Demək burada sp2 ötürülməsi var. Bir də pi rabitədə, ikinci pi rabitədə rabitə nəyin örtülməsinə əmələ gəlir? P orbitalları. Hər biri öz bir dənə P'sini verir və pi rabitəni əmələ gətirir. Ona görə də burada həm də P orbital ötürülməsi var. Demək burada cavab olacaq 1 ilə 2. Elə bir cavabımız yoxdur. Çünki burada səhvlik var. Yəni belə ətraflı izah edin ki, başa düşəsiniz nəyə görə 1 ilə 2-ni götürdük ancaq. Keçək növbəti suala.
16-cı sualda demək deyir ki x2 plus y2 üzr istəyirəm 2y alınır buradan 2xy. Burada 25 dərəcə Selsidə K olub 0,2, 100 dərəcə Selsidə də K olub 0,2. Bu şəkildə. K-nın qiyməti fikir verin azalıb. Temperatur artanda K-nın qiyməti azalıb. Ümumiyyətlə K nədir? Tarazlıq sabiti. Başlanğıc maddələri, yəni sağ tərəfdə olan maddələrin qatılığını bölürük sol tərəfdəki maddələrin qatılığına. Əgər K-nın qiyməti azalıbsa, bu kəsirdən söhbət gedir axı, deyilmi? K-nın qiyməti bu kəsirdən asılıdır. K-nın qiyməti azalıbsa, demək ki, məxrəc artıb yoxsa azalıb? Təbii ki, azalıb. K-nın qiyməti azalıbsa, o zaman məxrəc azalıb. Üzr istəyirəm, sürət azalır, məxrəc isə artıb deməkdir bu. Yəni, sağ tərəfdəki maddələrin, məhsulların qatılığı azalır, sol tərəfdə, yəni reagentlərin qatılığı isə artıb. Bu da o deməkdir ki, əgər bu tərəfdə maddələrin qatılığı artıbsa, tarazlıq sola tərəf yerini dəyişib. Və bu da x-lə y-in molunun sayının artmasına səbəb olur. Əgər bu ikisi artırsa sistemdə, çoxluq azlığa tabidir, bu azalır, bu ikisi artırsa, demək ki, sistemdə ümumi mol sayda, mol miqdarı da artacaq. Temperatur deməli, nə oldu? Artdıqda sistem ümumi mol miqdarı artır. Bu doğrudur. Çünki 100-ə getdi. K-nın qiyməti azaldı. Sol tərəfdəkilərin miqdarı artdı. Mol miqdarı və ümumi mol miqdarı da artdı. Deyir, temperatur azaltdıqda tarazlıq sağ tərəfə yerini dəyişir. Artıranda sola gedirsə, azaldanda bunun əksi olacaq. Təbii ki, azaldanda sağa gedəcək. Elə burada 1 ilə 3 doğru. Düzünə gedən reaksiya endotermikdir. Düzünə gedən reaksiya burada bu şəkildə verib də. Necə bilirik? Temperatur azaldanda sağ tərəfə gedirsə əgər reaksiya, düzünə gedən reaksiya x-dən y-in alması üzrə bu şeydir, yəni dönər verib. Düzünə gedən reaksiya x plus y, xy almasıdır. Əgər temperatur azaldanda tarazlıq sağ tərəfə gedirsə, demək burada plus küdür. Mən həmişə uşaqlara belə izah edirəm. Müsbətlə mənfi bir-birini cəzb edir. Demək sağ tərəfdə müsbət var ki, temperaturu sən azaldanda bu minus bir şeydir. Tarazlıq sağa gedirsə, artıranda da sola gedirsə, demək sağ tərəfdə müsbət var ki, mənfini cəzb edir. Müsbəti isə yəni artıranda itələyirdi özündən. Ona görə düzünə gedən reaksiya endotermik ola bilməz, eksotermik olmalıdır. Burada doğru cavabımız olur 1 ilə 3 C variantı. Keçək indi 17-ci suala. Deməli, 17-də verib bizə 2xa plus 16h müsbət plus 10 xlor mənfi. Buradan alınır 2 manqan 2 müsbət plus 8H2O və 5 xlor 2. Və deyir ki, x-anı müəyyən edin. Ümumiyyətlə, uşaqlar, belə sualları həll edin ki, nəyi bilməlisiniz öncə? Reduks edicinin verdiyi elektron sayını oksidləşdiricinin aldığı elektron sayları həmişə bərabər olur. Burada xlor deməli mənfi 1-dən gedib xlor 2 müsbətə. Sıfıra daha doğrusu. Plus deməli 2 minus 2 elektrondur. İndeksində 2 var, onu da nəzərə aldı. Burada əmsalı 5-dir. Heç bunu yazmasam da burada görünür də, yəni 10 dənə xlor var ümumilikdə, elə deyilmi? 10 dənə əmsal 5 olduğuna görə ümumilikdə 10 olur. 10 dənə elektron alıb bu. Bu oksidləşdiricidir. Manqanda dəyişənin bir də manqandır burada. X-dən gedib deməli müsbət 2-yə. Müsbət 2-yə. Burada nə qədər elektron verib? Həmişə yadda saxlayın. Buradakı ilə buradakının cəmi bizə x-i verir. Aydındır. Ona görə də x çıxaq 2 yazacağım bura. X çıxaq 2-nin üzərinə müsbət 2 gəndə x olacaq cavab. Deyilmi? Orada olacaq x çıxaq 2 elektron. İndi bu x çıxaq 2 elektronu manqanın əmsalı da vardır. O da 2. Ona görə onu da nəzərə alacağım. 2-yə vururam.
və bərabərləşdirirəm 10-a. Çünki xlorun da misalını nəzərə aldıq, ümumilikdə 10 elektron oldu. Elə deyilmi? Bərabərləşdirim 10-a. Çünki redoks edicinin verdiyi ilə oksidaşdırıcının aldığı elektron sayı bərabər olmalıdır. Всё. Burada x sağ 2 bərabər olur 5-ə, x də bərabərdir müsbət 7-yə. Siz manqanın burada müsbət 7 olduğu birləşməni götürməlisiniz. Burada da deməli götürəsiniz manqan O4-ü. Deməli olacaq orada manqan O4 müsbət 7. İndi niyə Y-ni götürmürük? Çünki orada ionun yükünü verib, yüklü bir şeydir. Ona görə manqan O4 mənfini götürürüz. Burada müsbət 7 olur. Burada mənfi 2, 8 toplayanda mənfi 1-ə bərabər olur. Belə. Həm də yəni manqan 2O7-ni nəyə görə götürmürük? Orada o manqanı verib. 2 mol manqan 2O7 yazsaq əgər biz bura. Burada manqan indeksində 2 var deyə sayı ümumilikdə olacaq 4. Amma sağ tərəfdə manqanın sayına baxın, 2 dənə manqan var burada. Ona görə də manqan O4-ü götürürük ki, qabağına 2 əmsalını yazanda sayı 2 olsun. Belə. Hər şeyə diqqət etmək lazımdır. 18-ci suala baxaq. 18-ə nə deyir? Suda həll edilən elektrolit X2SO4-dür. X2SO4. Buradan alınır 2 dənə X müsbət və SO4 2 mənfi. Deyir ki, bu 71 qramda 0,4 mol dissosiasiyada 40-dır. 71 qramdırsa 0,4 mol X əmələ gəlir. Və bu dissosiasiya 40 %imiş də. Yaxşı, gəlin ilk öncə bunun 100%-ni tapaq. Görək nə qədər olur. 100 vuraq 0,40 edir. 40-a bölündə 1. Demək ki, bir dənə X ionu əmələ gəlib 71 qramında. Amma normalda neçə dənə X ionu əmələ gəlməlidir? 2 dənə deyilmi? Yazıram ki, 1 də 71-dirsə, bəs 2-də nə qədər olur? X. Bunun kütləsini tapırıq. X də bərabərdir. Bunun 2 qatı 142 edir. Bizə X-in nisbi atom kütləsini istəyir də burada. Sonra da nə edirik? Heç nə. 142 də bərabərdir 2x plus 96-ya. Buradan x-i tapırsınız. X-in də qiyməti olur 23 D variantı. Belə. Sonra keçdik 19-a. 19-a tərkibində 2n sayda hidrogen atomunun alkandan söhbət gedir. Alkanların ümumi formulu ümumiyyətlə budur. 2n plus 2. Bizə deyir ki, bu 2n plus 2 2n'dir. Hidrogen sayını bu şəkildə ifadə edir. Deməli, deyir ki, alkanın yanmasından alınan karbon qazını neytrallaşdırmaq üçün alkanın yanmasından n mol sayda karbon qazı alınır. İlk öncə bunun n-ni tapmalıyıq. Əgər 2n plus 2 hidrogendirsə, biz ondan 2-ni çıxıb, sonra da bölürük 2-yə, tapırıq karbona, deyilmi? Karbon sayında, yəni. İndi o 2n-dən də mənə deyir ki, hidrogen 2n daha çıxacam 2-ni, oldu 2-2. Bunu da böləcəm 2-yə, tapacam ki, karbonun sayı n-1-dir. Bu n-1 həm də karbon qazının mol sayıdır. Aha. Sonra deyir ki, neytrallaşdırmaq üçün, tam neytrallaşdırmaq üçün nə qədər lazımdır? 1 mol karbon qazını tam neytrallaşdırmaq üçün bizə 2 mol kalium OH lazımdır. n-1-ə də lazım olacaq 2n-2. 2 dəfə artıq, yəni bu da olur D variantı. Sonra keçdi 20-ci suala. 20-də deyir ki, bir atomun doymuş spirtdən söhbət gedir. Rabitə əmələ gəlməsi iştirak edən ümumi elektron sayı 22-dir. Spirtdəki karbon atomların sayını tapın. Burada nə qədər atom var? 3n plus 3 sayda atomumuz var. Rabitə nə qədər var burada? 3n plus 2-dir rabitənin sayı. İştirak edən ümumi elektron sayı 22-dir. Rabitə 3n plus 2-dirsə, elektron deyirsə, bunu vuracaq 2-yə. Çünki bir rabitənin yanması 2 elektronla iştirak edir. Bərabər edirəm 22-yə. Buradan 3n plus 2 bərabərdir 11-ə, 3n bərabər 9, n-in qiyməti oldu 3. Elə onu soruşur bizdən, karbon atomu sayı da oldu 3. Sonra keçdi 21-ə. 21-də də monoamin karbon turşusu verib. Monoamin karbon turşusunun formulu uşaqlar CnH2 NH2 COOH-dır. Deyir ki,
Dipeptid molekulunda hidrogen atomu sayını verir və deyir amin turşu tap. Gəlin uşaqlar bunun üçün yazaq ilk öncə. Bura ümumilikdə nə qədər bir dənə amin turşuda nə qədər hidrogen var? 2 plus 3. Dipeptiddə dipeptid əmələ gəldikdə nə olur? 2 dənə amin turşu birləşir və 1 mol su çıxır buradan. Yəni bu 2 dənə H çıxır deməkdir. İndi mən nə edirəm? Buradakı hidrogenləri sayı ümumiyyətlə vururam 2-yə. 2 dənə amin turşu birləşir. Sonra da buradan çıxıram o həmin o sudakı hidrogeni, yəni 2-ni. Bunu hesablayaq. Bu yiyəcək 4n plus 6 eləyib ötərcənçi. Çıxıram 2, o da olur 4n plus 4. Bu dipeptiddəki hidrogenlərin sayıdır. Mənə deyir ki, onu amin turşudakı hidrogenin sayını tap. Və dipeptiddəki hidrogenlərin sayı mənə nə verib? 2a plus 2. Bunu bərabərləşdirirəm 2a plus 2-yə. Sonra nə edirik? Belə buradan 4n-i tapaq. 4n bərabərdir. N-i hesablamaq istəyirəm. 2a plus 2 çıx 4. O da 2a minus 2. N-in də qiyməti olur 2a minus 2 bölək 4. İndi bu karbonun sayıdır. N-i tapdığında karbonun sayı bu qədərdir. Mənə deyir hidrogeni tap. Hidrogenin sayı nə idi? Bir dənəsində, bir dənə amin turşuda baxın, əvvəldə yazdığı 2 plus 3-dür. Demək ki, n-i mən 2-yə vurmalıyam, sonra üzərinə 3 gəlməliyəm. Bu qədər sadə. Bunu vururuq 2-yə, üzərinə gəlirik 3. 2-yə vuranda bununla bu gedir, burada qalır 2. Sonra 2a minus 2-ni də oradan 2-ni çıxaracam. Gəlin ətraflı yazım, aydın olsun sizə. 2 vuraq, a minus 1 qalır da burada 2-ni çıxaram. Məxrəcdə 2 var. Plus 3. Ona görə bu 2-lər də gedir. Qalır burada a minus 1 plus 3 bərabərdir a plus 2. Demək ki, amin turşusunda hidrogen atomlarının sayı a plus 2 imiş. Y variantı. Keçək indi növbəti suala 22. Deyir magnezium, kalsium, barium metalların eyni mol miqdarları eyni qatılıqda H-xlor məhlulu ilə reaksiyaya girdikdə hansılar fərqlidir? Magnezium, kalsium, barium hər biri 2 valentli metaldır. Amma aktivlikləri fərqlidir təbii ki. Ona görə reaksiya sürəti də fərqli olacaq. Bir fərqlidir. Amma hər biri 2 valentli olduğuna görə hər birinin ayrıldığı hidrogen molu da eyni olacaq, həcmi eyni olacaq. Yəni 2 eynidir. Hər bir reaksiyada sərf olunan H-xlor bu da həmçinin 2 valentli olduqlarına görə eyni iş olacaq. Ona görə 2 ilə 3 fərqli deyil, eynidir. Yalnız 1 fərqlidir. Keçdi 23-ə. Mis nitratın parçalanmasını deyir. Gəlin bunu yazaq, əmsallaşdıraq görək. Hansının molu çoxdur, ona uyğun müəyyən edək. Mis oksid plus NO2 plus O2. Demək, bura nə eləyə bilərik? 6. Demək, mis burada dəyişmir. Azot müsbət 5-dən 4-ə gəlir 1. Burada 4. 1, 4, 4, 1 düşür bura. Ay. Bura 4 yazırıq. Bura 1 yazırıq. 1-dir. Qeyd edirəm ki, gözümüzün qabağında olsun. Bura 2, burada 2. Belə. Deməli, molu ən çox olan NO2-dir, Z-dir bu. Ortada olacaq Y, olacaq mis oksid. X də olur oksigen. İndi deyir ki, Z maddəsi. Z tapdıq ki, nəymiş? Z-imiz NO2 imiş. Oksiddir, doğrudur. 1 doğrudur. Rəngsizdir, səhvdir, qonur rənglidir. Su ilə reaksiya daxil olur. Bəli, adi şəraitdə 2 dənə turşu əmələ gətirir. Qızdıranda HNO3 və NO əmələ gətirir. Normal şəraitdə qazdır. Bəli. Fotosintez prosesinə alınmır. Yox. Turşular ilə reaksiya daxil olur. Xeyr, özü turşu oksidi deyə heç bir turşu ilə reaksiya daxil ola bilməz. 1, 3, 4 oldu. A variantı. 24-cü suala baxırıq. CO plus xlor 2 alınır buradan. CO xlor 2. Deməli, başlanğıc qatılığını verib bunların 4, 4. Deyir ki, reaksiya tarazlıq qatılıqları bərabər olarsa, BST yazaq. Tarazlığa yazıram A, A. Hamısının tarazlığı. Bu da onda tarazlığı A-dır. Bunların əmsalları eynidir. Bunların sərf olunan da A-dır. Elə hamısı A oldu. Fikir verin bir dənə. Diqqətlə oxusaz, hər şey yerinə oturur. Demək, nə edirik burada? Reaksiyanın tarazı A-nı tapmalıyıq. A-nı necə tapa bilərsiniz? Baxın, buradan. Çünki sərf olunan tarazlığı toplayanda başlanğıc edir. 2A bərabər 4-ə. A da bərabərdir 2. K da bərabərdir
başlanğıc maddənin tarazlıq qatılığı bölünürsə bunların tarazlıq qatılığı hasilinə. Daha doğrusu məhsulun tarazlıq qatılığını bölürük başlanğıcların tarazlıq qatılığı hasilinə. Hər birinin də tarazlığı 2-dir. Çünki A bərabərdir 2. K bərabər demək 2 bölək 2 vuraq ki 4-də 2 bu da olur 0,5. Cavab B variantıdır. 25-ci sual. Deyir ki, hansı halda həm çöküntü, həm də qaz halında maddə alınır. Reaksiyalar yazmaq lazımdır. Bunu bilmək üçün reaksiyalar bir bura qeyd edirəm. Deməli, mis xloridə natrium əlavə etdikdə. Mis xlorid məhluluna deyil, natrium əlavə etdik. Natrium orada nə edir? Gedir, su ilə reaksiya gedir. Ona görə də deyirik ki, burada məsələn pasiv metalların alınmasında burada natriumdan istifadə etmək mümkün deyil. Aktiv metallardan istifadə edilmir. Çünki o suda məhlulda gedir. Deməli su ilə reaksiyaya girir. İlk öncə orada natrium su ilə reaksiyaya girir. Buradan alınır natrium OH plus H2. Sonra da bu natrium OH mis xlor 2 ilə reaksiyaya girir. Buradan alınır mis OH2 və natrium xlor 2 mol. Demək burada həm çöküntü alındı, mis hidroksid, həm də hidrogen alındı, qaz. Demək ki, birincisi alınır. Barium nitrata kalium əlavə etdikdə eyni qayda ilə burada alınacaq kalium OH, o da barium nitratla girəcək, oradan da alınacaq barium OH2. Yəni buradan həm də hidrogen alınır da. Yəni bu çöküntüdür, hidrogen də qazdır. İkincidə də eyni qayda ilə gedir. Duru sulfata barium əlavə etdikdə, duru sulfatla metallar reaksiyaya girir, oradan barium SO4, duz və hidrogen alınır. Barium SO4 çöküntüdür, hidrogen də qazdır. Burada da deməli ödəyir şərti. Xlor turşusuna gümüş əlavə etdikdə bu reaksiyada getmir. Deməli oldu 1, 3, 4 burada. C variantı. 26-cı sualda səhvlik var ümumiyyətlə. Orada variantlarda 2 olur cavab. Yəni o heç cürə uyğun gəlmir. Necə? Baxın. Burada deyir ki, CO və CO2 qarışığına karbon əlavə etdikdə. CO ilə CO2 qarşısına karbon qızdırırsa, karbon bunlardan birinin reaksiyaya girəcək. O da ki, CO2 ilə girir. Çünki CO ilə reaksiyaya girmirdi o. Burada alınır CO. Bu karbon reduksiya edici xassəsidir. Həm reduksiya edici, həm də oksidaşdırıcı xassiyə göstərir karbon burada. Və deyir ki, 36 idi. Mən nə edirəm? Başlanğıcda qarışıq olan orta molekül 36 verir baxı. Başlanğıcda mənim 2 dənə qazım var. CO, CO2. Bunların kütlələri də CO-da 28, CO2-də 44-dür. Xaç suyu ilə belə bir şey edirəm. 28, 44, ortaya yazırım 36. Bunların mol nisbətini tapmaq istəyirəm. 36-dan 28 çıxıram edir 8, 44-də 36 çıxıram edir 8. Mol nisbəti olur 1-in 1-ə. Ona görə də bunların hər birinə yazıram A mol. Bu öz yerində. Sonra deyir ki, burada növbətidə nə olur? 24 qramda karbon reaksiyaya girir. Görürsünüz, tam sərf olunur. Normalda bunu əmsallaşdırmadım. 12 qram karbon reaksiyaya girəndə A mol karbon qazı amol nədir? 1 mol karbon qazı reaksiyaya girir. 24 qram olarsa, bəs axı 24 girib hamısı sərf olunub, buna sərf olunub da. Nə qədər karbon qazı bununla reaksiyaya girib? Bu da olur 2. Yəni başlanğıcda A mol karbon qazı var idi, bunun 2 molu sərf olunub. A minus 2 mol karbon qazı burada artıq qalıb. Aydındır. Və 24 alınanda burada təbii ki nə qədər? 4 molda 4 mol. Çünki 12 qram olanda 2 mol CO alınır da. Buradan 4 molda nə alınacaq? CO alınacaq. Demək A mol CO var idi, 4 molda alındı. A plus 4 də burada CO-nun moludur. Qalanı heç nə. Bundan sonra da yerinə qoyuruq, 2-nin qarışığı tapırıq. Necə tapırıq onda? İlk öncə nə etməliyik burada? Sonraki qarışığı tapaq. Sonraki qarışıqda bildik ki, A plus 4 mol CO var və A minus 2 mol da karbon qazı var. Bunların molların cəmiyyəti edir, deməli 2A plus 2. Aşağıda olur 2A plus 2. Yuxarıda da 28 vuraq. A plus 4 plus 44 vuraq. A minus 2. Bərabərdə 34. Elə bunu tapandan sonra A-nı tapırsınız. Onu da 2'ye vurursunuz. Bunu alınır. Burada elə
Deməli, A-nın qiyməti olur 1. A bərabərdir 1-ə. Və ilkin qaz qarışımı mol sayını deyir deyə 2A-dır. Orada da 2 dənə A yazmışıq da biz ora A. O da olur 2 mol. Yəni düşünürəm ki, bəlkə də burada variantlarda səhv düşüb, hərəsini 2 dəfə yazıblar. Bəlkə 4, 1, 2 belə yazmaq istəyirlər. Onda C variantı uyğun gəlir. Belə. Sonra 27-ci sualda da səhvlik var. Variantlarda səhvliklər var. Demək, burada uşaqlar birinci reaksiyadan alınır. Birinci reaksiyadan alınır. Deməli, orada kalsium OH2 6 dənə hidrogen var, 2 dənə OH var. Buradan kalsium dihidroortofosfat alınır. İkinci reaksiyadan alınır normal duz. Üçüncü reaksiyadan alınır yenə kalsium dihidroortofosfat. Dördüncüdən alınır. Belə yazdım. Qoy bunları hərfə çevirim. A, B, C, D. D'dən də alınır. Burada 2 dənə OH var, 3 dənə H var. Yenə turş duz alınır. Buradan bu dəfə kalsium HbO4 alınır. Və sonuncuda uşaqlar 2 dənə duz alınır. Y variantında həm alınır kalsium HbO4, həm də kalsium H2PO4-dən 2 dənə alınır. Hər iki duz alınır. Buradan plus da buradan su alınır. Əsas bizə duzlar lazım deyil. Duzları yazdım. Ona görə də burada birincidə kalsium HbO4-dən girib dihidro ilə girməyən demək nə olacaq burada? Dihidro ilə girə bilmirsə 1-ə getdi uşaqlar. Deməli 1-ə gedir A ilə C. 1-ə gedir A ilə C. 2-yə gedir D. 3-ə də gedir Y. A, C, D, Y. Yoxsa elə bir şey yoxdur burada. Elə ki 1 ilə 2-nin yerini səhv yazmışlar. Hə, 1-ə D yazıblar, 2-yə A, C yazıblar. Belə. Sonra hansı duzlu suda məhlulun elektrolizindən sonra mühit eyni olur? Deməli 28-də deyir ki, hansı duzlu suda məhlulun elektrolizindən sonra mühit eyni olur? Burada birincidə zəif əsas qüvvətli turşu deyə turş mühit olur. İkincidə neytral mühitdir. Üçüncüdə turş mühitdir. 4-də də turş mühitdir. 1, 3, 4 olacaq. Burada C variantıdır. 29-da deyir ki, üzvü hücre makromolekulunda karbon atomlarının 57 min hibrid orbitalı var. Polimerləşmə dərəcəsini tapın. Üzvü şüşənin formulu polimetil metakrilatdır. CH2, C, CH3, C mürəkkəb efirdir. Bu da bu şəkildə. Budur. İndi bunu gəlin makromolekulunu yazım. Polimerini yazım. En sayda belə göstərir. Yəni bundan en sayda bu olur polimer, üzvü sözü polimerdir. Gəlin karbonların hamısı burada sp3, biri sp2'dir. Bunu yazın. Bu sp2'dir. Qalanları sp3'dür. Buradakı karbonda. Bu da sp3, sp3. Gəl sayaq bir dənəsində. Bir monomerində nə qədərdir? Hibrid orbital sayı. 1, 2, 3, 4 vur 4. 4 dənə sp3 var. 16 üstə gəlir 19. Deyir, ümumilikdə 57 min hibrid orbital var. 57 mini bölürsüz 19'a. Tapırıq ki, buradan n nədir? N'in də qiyməti olur burada 3000. Bu da olur bunun polimerləşmə dərəcəsi. Sizdən onu soruşurlar. Y variantı. Keçdik 30'a. XH2 tipli qeyri-polyar molekul əmələ gətirən elementin uşaqlar XH2 tipli və qeyri-polyar deyirsə əgər qeyri-polyar molekul yadda saxlayın. Orada molekulda qeyri-polyar molekul. Əsas element öz bütün elektronların rabitə əmələ gəlməsini sərf edir. Burada X 2 dənə H ilə birləşib. Və bura 2 dənə elektron verib. X niyə yazdım? H. 2 dənə elektron verib.
Molekul qeyri-polar olduğuna görə demək elə bunun 2 dənə elektronu var imiş. Bunları da sərf edib. Əgər bu da valent elektronu, təbii ki, rabitə yaramada istifadə olunan elektron valent elektronudur. Əgər bunun 2 valent elektronu varsa, demək ki, bu ikinci qrupdur. İkinci qrup metallar olur. İkinci qrupda metallar yerləşir və ikinci qrup elementlərinin də hidrogenlə birləşmələri bərk halda olur. Bunu da demək istədim. Və onlar ikinci qrup elementləri sabit 2 valentli metallardır. Onların maksimum oxşaşma dərəcəsi müsbət 2-dir. Minimumu da 0-dır. Çünki metallar mənfi oxşaşma dərəcəsi göstərmir. Müsbət 2 ilə 0-ın cəmi də edir elə müsbət 2. Cavab olur burada Y variantı. Sonra 31 mis hidroksid hansı maddələrdə hansı qırmızı rəngli çöküntü əmələ gətirir? Qırmızı rəngli çöküntü burada aldehidlərdən əmələ gətirir və aldehid qrupu olan bir də ribozanı götürəcəksiniz. 1-3 olacaq cavabınız burada. Çünki orada aldehid qrupu var. Keçdi 32-yə. Deyir ki, 2 mol barium hidroksid məhlulu üzərinə arzu olaraq 1 mol sulfat, mis sulfat və 2 mol natrium karbonat əlavə edilmişdir. Reaksiya başa çatdıqdan sonra məhlulda hansı ionlar qalmaz? 2 mol barium OH var. Diqqət edin. Bunun 1 molu mis sulfatla reaksiyaya girir. Buradan əmələ gəlir barium SO4 və mis hidroksid. Hər ikisi bunların çöküntüdür. Hər ikisi çöküntüdür və bu ionlar indi görək davamına baxaq. Qalacaqmı, qalmayacaqmı hələ bilməkdəyik. Çünki sonra nə baş verir burada? Üzərinə 2 mol natrium karbonat əlavə edirik. 1 mol mis sulfat var idi. Bunun hamısı getdi. Mis sulfatın hamısı getdi. Amma barium OH-ın 1 molu qalıb. Ona görə natrium karbonatla reaksiyaya girin. Buradan barium OH olur. Ay bir dəqiqə. Natrium karbonatla reaksiyaya girəcək. Buradan əmələ gələcək barium karbonat və plus natrium OH. Və natrium karbonatdan da 2 mol var deyə 1 mol natrium karbonat qalır. Biri getdi, 1 mol natrium karbonat qalır. Barium karbonat da çöküntüdür. Burada demək ki, barium ionundan ümumiyyətlə qalmadı. Gedən ionlardan biri bariumdur. Digəri SO4-dür. Barium SO4 ilə birlikdə getdi. Başqa SO4 qalmayıb görürsünüz. Və mis ion da getdi. Mis burada, mis OH2 də vardı. O hamısı getdi. OH getmir mislə bərabər. Niyə? Onun OH gedib, amma burada OH var. Natrium OH əmələ gəlir. Karbonoid də getmir. Çünki burada karbonoid var. Natrium həmçinin burada var, burada var. Bunlar çöküntü olmadığına görə məhlulda ion formasında mövcud ola bilirlər. Tamamilə gedən barium SO4 bir də mis olacaq. Cavabınız olur burada B variantı. Keçdi 33-ə. Burada deyir ki, 2 mol mis xlor 2 və 2 mol sink nitrat saxlayan məhlul qarışdırılır. Bunları qarışdıranda nə baş verəcək? Burada mis xlor 2 plus civə nitrat. Buradan alınacaq civə xlor 2 plus mis nitrat. Bu şəkildə. Deməli, civə xlor 2 plus mis nitrat əmələ gəlir. Məhlul qarışdırılır və sabit elektrik cəryanı keçirilir. Anodda 44,8 litr qaz ayrıldığı katodda bunların alınan bu duzları civə xlor 2 ilə mis nitratın suda məhlulun elektrolizini aparaq. Görək burada nə baş verir? Yerləşdirirəm bura. Deməli, civə xlor 2 elektroliz etdikdə burada su elektroliz uğramır. Katodda civə, anodda xlor ayrılır. Suda olduğu kimi qalır. Mis nitrat da elektroliz etdikdə yenə burada katodda metal ayrılır. Burada fərq odur ki, anodda oksigen ayrılır və aralıq məhsul kimi nitrat turşusu alınır. Əmsallara bir dənə diqqət yetirək. Burada deməli NO2-yə görə bura 2 yazsaq 6, 2, 8. Oksigen düz gəlmir. 4 olur. Bəli, bu oksigen 1 olur. Ona görə bura 2 yazıram. Buna da 2 düşür. Hidrogenə də 4, 2 düşür. Belə.
Bu yanda ehtiyac varmı? 2, 2, civə xlor 2. Heç bir əmsala ehtiyac yoxdur. Demək, və burada da bizə 2, 2 vermişdi. 2, 2, 2, 2. Hər birinin 2 molundan söhbət gedir. Ona görə də bunların da 2 molunu nəzərə alaq. Civə xlor 2-nin 1 molunda deyir ki, anoda 44,8 litr qaz əmələ gəldi. Bunun 1 molunda 44,8 2 deməkdir, 2 mol deməkdir. Civə xlorun 1 molundan 1 mol xlor əmələ gəlir. 2 mol olsa əgər, axı 2 mol burada verib bizə. Həqiqətən də 2 mol xlor əmələ gələcək. İndi misə baxın, bunun deməli duzun 2 moluna ilə nə qədər qaz əmələ gəlir? 1 mol. Ona görə də bu bizim şərtimizi ödəmir. Bizə deyir ki, anodda 44,8 litr, yəni 2 mol qaz əmələ gəlsin. Demək, bizi şərtimizi ödəyən civə xlorid duzudur və katodda ayrılan metal civə imiş. Molda 1 mol imiş. Civə 1 mol yox, 2 mol dediyinə görə elə 2 mol götürəcəyik. Çünki bizə şərtdə 2 mol demişdi. 2 mol civə olacaq cavabımız A variantı olur. Belə, keçək indi növbəti sual 34-ə. Demək, burada nə deyir? Kalium manqan 4 plus H xlor alınır buradan. Kalium xlor. Gəlin bunu yazaq ilk öncə. Manqan, burada dəyişənlər nədir? Manqan müsbət 7-dən gedir manqan müsbət 2-yə. Azalıb plus 5 elektron. Belə bir qaydamız var. Yenə xatırladıram. Oxun üzərindəki ilə buradakı yükü toplayanda başlanğıcı bizə verməlidir. Burada asanlıqla tapa bilərsiniz. Belə. Sonra. Xlor da dəyişənin biri xlordur. Burada mənfi 1-dən gedir. Xlor 2 0-a. Burada bunun indeksini nəzərə almalıyıq. Olacaq. Minus 2 elektron. Deməli 5, 2, 2, 5 yazdıq. Əmsallar düzək yuxarıda. Xlora 5 düşür. Manqana 2 düşür. 2, 2. Burada bir 2 olacaq. Sonra xlor 4 oldu. Ona görə 6 burada da. Burada da 10 var. 16 bura düşür. Hidrogen 16'dır. Burada 8 düşür. Bunu əmsallaşdırdıq. İndi nə deyir bizə? 1 mol kalium manqanodu 10 mol H xlor. Baxın 2 mol 10 mol H xlor götürmüş. Reduksiya edici neçə faiz? Reduksiya edicimiz nədir ilk öncə burada uşaqlar? Xlordur. Yaxşımı? Bu neçə faizi oksidləşməyə məruz qalmışdır? Ümumiyyətlə, gəlin öz reaksiyamız üçün baxaq. 16 dənə xlor var burada, elə deyilmi? 16 xlorumuz var. Nə qədər reduksiya məruz qalıb? 10 dənəsi. Yaxşı, yadda saxlayın bunu. İndi nə edirsiniz? Bunu bildik. Reduksiya məruz qalıb deyəndə niyə 10 dənə dedim? Dəyişən burada 0-a gəl, baxın reduksiya olunanda. Ona görə də bir dəqiqə oksidləşib üzr istəyirəm. Reduksiya edici də oksidləşib də, yəni 10 dənəsi oksidləşib. Burada 4 dənəsi burada, 2 dənəsi burada. 6 dənəsi də olduğu kimi qalıb. Bu prosesdə oksidləşmə reduksiya prosesində, yəni redoks prosesində iştirak etməyib 6 dənəsi. 10 dənə xlor iştirak edib. Bizə lazım onda budur. Aşağı bunları silirəm. Yerimiz rahat olsun yazmağa. Deməli, və amma kalium manqanodu bizə 1 mol verib. Mənim kalium manqanodum 2 mol olanda nə qədərim deməli oksidləşir? 10 dənəsi. Deyilmi? 10 mol xlor oksidləşir. Bəs 1 mol olanda nə qədər olacaq? Yox, ilk öncə nəyi tapaq? Yox, belə eləməyək də. Nəyi tapım? Xlor, H xlor tapım. 16 mol H xlorum olanda deməli 10 dənə xlorum oksidləşir. Hə. Sonra 8 yazdım. Niyə görə? Bax, 2 mol kalium permanganatla 16 dənə H xlor girirsə, 1 mol dediyinə görə şərtdə nə qədər H xlor girir? X. Bu da edir 8. Sonra 16 dənəsi ilə də 10 dənəsi ilə deməli oksidləşirdi. 8 olanda bəs neçəsi oksidləşir? Bu da edir 5. 5 dənəsi oksidləşib. Amma mənə 10 mol H xlor verib. 5 də 10 neçə faizidir? 50%. Bir də izah edirəm. Baxın, kalium permanganatı 1 mol verib.
Amma mənim reaksiyamda 2 molda 16 mol H-klor var. 1 molda isə 8 olacaq. Və bu 16 mol H-klordan 10 dənəsi, 16 xlor var orada. 10 dənəsi bu prosesi iştirak eləyib, oksidləşib. Yaxşı, yazıram, bəs 8 götürülərsə, neçəsi oksidləşir? 5-i. Və mənə deyir ki, bu 5 mənə 10 verib, amma başlanğıcda 10 verib də. 5 mənim 10 dənə H-klorum var. Bunun 8-i reaksiyaya daxil olub, 5-i də bu prosesdə iştirak eləyib. Aydındır. Elə ki 3 dənəsi burada iştirak eləməyib də, sanki belə. Və amma ümumilikdə 10 mol H-klorum var imiş. Bu 5 də onun nə qədər imiş? 50% imiş, belə. Keçdik 35-ə. 35-də maraqlı bir qrafik verib bizə. Deməli, deyir ki, 450 qram doymuş məhlulu 25 dərəcəyə soyutduqda 90 qram X tuzu çökür. Hansı və doğrudur? Baxın, məhlul 450 olanda 90 qramın çöküb. Sizə orada KH verib. KH 500 nə deməkdir? KH bizim məhlulda, məhlul yox, belə deyim də, ilk öncə həlledici ilə deyə sizin bildiyiniz, standart bildiyimiz bir tərif var da, 1000 milli həlledici həll olunan maddənin qramlarla miqdarıdır. Yəni bu 500 1000 milli suda həll olunan maddədir. Həll olunan maddə 500-dür, suda 1000-dir. Ümumi məhlul nə qədər oldu? 1500 oldu. Biz buradan bu KH-ı bilməklə bu məhlulun kütləsini tapa bilirik. Üzərinə 1000 qram suyu gəlirik, tapırıq ki, məhlulumuz 1500-dür. Ona görə belə bir tənasüb qururam. 450 qram məhlulda 90 qram maddə çökürsə əgər, 60-dan 25-ə soyudub da, qrafikdə elə 60-dan 25-i göstərir. Ona görə yaza bilirəm rahatlıqla. Bəs 1500 olanda məhlul nə qədəri çökər? X qram, 90-ı vurub 1500-ü bölürük 450-yə, deməli orada qalacaq 300. 300 olur. Deməli 300 qram maddə çökər. 500 maddə varsa, bunun da 300-ü çökürsə, yerdə nə qədər maddə qalır? 200. Demək ki, A-nın qiyməti 200-dür. 25 dərəcədə 200 qram maddə qaldı. Elə bu da KH-ı göstərir bizə. Sonra da X-in həll olması endotermik prosesdir. Bəli, bərk maddələrin həll olması endotermikdir. Qaz olardısa, eksotermik olardı. 1 ilə 2 doğrudur. Son halda məhlulun qatılığı nə deməkdir? 200-ü bölür ümumi məhlulun kütləsi nə qədər olacaq? 1200 suyu gəlir üzərinə. Bölür, vurur 100-ə. Bu təqribən 16-dan ondası neçə belə təqribi bir ədəd alınır. 15 olmadığına görə 3 də səhvdir. 1 ilə 2 doğru cavabınız. 36. Deyir ki, adi şüşənin tərkibində X2O, YO və 6 mol silisium O2 kimyəvi şüşənin tərkibində isə bunu var. Adi şüşənin tərkibi uşaqlar nədir? Natrium 2O, kalsium oksid və 6 mol silisium O2. Kimyəvi şüşədə isə natrium karbonatı potaşla, yəni kalium karbonatını əvəz edirlər. Burada da olur kalium 2 vuraq 6 mol silisium O2. Deməli, X natrium karbonatdır. Orada X karbonat, yəni X natriumdur. Y kalsiumdur. Z də kaliumdur. Şüşənin ərimə temperaturunu aşağı salan bəli natriumdur. Z şüşənin ərimə temperaturunu aşağı, Z yox. Z istiyə davamlılığını artırır. Ona görə də istiyə qarşı dözümlülüyünü artırdığına görə kalium karbonat ondan deməli kimyəvi şüşələrin hazırlanmasına istifadə edirlər. Kaliumlu şüşə, kimyəvi şüşə bu şəkildə görə bilərsiniz. X karbonat isə davamlılığı artırır. Yox, Y karbonat davamlılığı artırında kalsium karbonatdır. Demək doğru oldu burada 1 ilə 4 B variantı. 37-də deyir ki, kalium manqanodu 4 ilə kumul təcrübəlisə. Kumul nədir? Kumul çox önəmli maddələrdən biridir uşaqlar. Kimyada çox vaxt testlərdə, imtahanlara da düşür. Kumul budur. Bunun da oksidləşməsindən alınır aseton və fenol. Fenolu yazın burada. CH3. Mənə deyir ki, burada hibrid orbitaların sayı. Fenolda bütün karbonlar soruşulacaq. Bütün karbonlar sp2 hibrid halındadır. 6 dənə karbon var. 6 vurursa 13'ə, 3'ə oldu 18 dənə hibrid burada. Burada da bu sp3'dür, bu sp2'dir, bu da sp3'dür. Cəmi burada da oldu 7 dənə.
18 7 oldu mu? 4 4 3. Hə. 18 ilə də 4 ay 8 üstə gəlir 3 11-i, hə. 18 ilə 11-i də toplayanda hiss elədim ki, fərqləri dolandı. Eləyir 29. Deməli, ümumi hibrid ortalı 29. Orada cavablarda səhv verilib. Önəmli deyil o. Deməli, tənliklərin əsasən 2C plus B alınır 2D plus Q3 reaksiyasının əmələ gəlmə entalpiyasını hesablayın. Hə, bunu necə hesablayırsınız? Maraqlı suallardan biridir. 2A plus B alınır 2C. A plus B alınır D. Deməli, bunun isti effekti 140'dır. Burada da 320. Mənə nə istəyir? 2C plus B alınır. Burada əmələ gəlmə entalpiyası deyir. Diqqət edin. Axırda əmələ gəlməni tapmadığımız üçün mola böləcəyik. İlk öncə mənə burada 2D dediyinə görə nə edirəm? Bu reaksiyanın hər tərəfini 2-yə vururam. 2A, 2B, 2D isti effekti də olur 640 2-yə vurduğuma görə. Yerini dəyişmirəm, sadəcə belə saxlayıram. Yuxarıdakının isə yerini dəyişməliyim. Orada C keçməlidir, çünki sol tərəfə. 2C bu yana keçir. Burada olur 2A plus B. Burada vurmuruq hissini, sadəcə dəyişirik. Bunun isti effekti ona görə minus işarəsinə çevrilir. Müsbət olur, mənfi. Belə. Burada ixtisarlarımızı aparırıq. Baxın. B burada, 2B burada, bir dənə B qalır. Reaksiyada istədiyimizi əldə edirik. A'lar da biri sağ, biri sol tərəfdə deyə həmişə burada sağ və sol tərəf, əks tərəfləri keçirib sonra ixtisar edə bilərsiniz. Eyni tərəfdə olanları ixtisar edə bilmirik. Belə oldu mu? Yerdə qaldı elə bax bu. Və 640 ilə 140-ı toplayırıq. Bu edir müsbət 500. Müsbət 500 və entalpiya dediyinə görə bunu mənfi 500 götürəcəyik. Delta H da bərabərdir mənfi 500. Sonra da bizdən əmələ gəlmə entalpiyası, reaksiya entalpiyası soruşmur. Əmələ gəlmə entalpiyası soruşur. Maddəmiz də burada, əmələ gələn maddəmiz kim oldu? Ona görə də 500-ü böləcəyik 2-yə. Bu da edir mənfi 250. Cavab olur burada A variantı. Belə. Sonra 39-da nə deyir? Alüminium xlorid və mis sulfat deməli, duzların atomuz natrium OH-dan, hə. Bu necə yazırsınız? Natrium OH-dan reaksiyaya daxil edirik. Natrium OH burada artıqlaması ilə götürüldüyünə görə alüminium OH-la təkrar reaksiyaya girəcək. Çünki alüminium OH amfoterdir, qələvlərlə reaksiyaya daxil olur. Baxın indi. Buna uyğun səhv etmirəmsə topluca da qrafiki bir sual olmalı. Qrafiklə bir sual verilib. Buradan alınır natrium xlor plus alüminium OH3. Buradan alüminium hidroksidi alınır. Artıq miqdarda götürüldüyünə görə natrium OH təzədən alüminium OH-la da reaksiyaya girir. Topluda isə alüminium OH soruşurdu. Bunu götürdük ki artır, sonra azalır. Azalması səbəbi baxın bu reaksiyada elə. Çünki təzədən reaksiyaya girir. Buradan alınır natrium, alüminium O2 plus H2O. Belə. Hansı maddələr çökər? Burada olacaq, deməli, alüminium OH3 getdi. Həmin misi də yazaq. Mis-4 plus natrium OH. Alüminium OH3 qalmır axı. Ona görə reaksiya gedir. Ona görə çökər deyə bilmərik ona. Buradan alınır mis hidroksid plus natrium 2SO4. Burada mis hidroksid çöküntüdür. Çökən də ancaq mis hidroksidi olur. 39-cu cavabınız A variantıdır. Baxırıq indi 40-cı suala. Demək, həcmi 3... Reaksiya müqəni yazaq. Sonra deyilənləri qeyd edəyək. Maraqlı sualdır. Belə qarışıq görünsə də heç nə yoxdur. Bunun indi həllini görəcəksiniz. Yox, belə. Mənə deyir ki, bu H xlorda V bərabərdir
V bərabərdir 3y. C bərabərdir 2x. Kalsium OH-da da V bərabərdir 2y. C bərabərdir x-ə. Demək, bunu necə yazacağıq? Molunu tapmalıyıq ilk öncə. Nəyə görə molunu tapmalıyım? Ümumilikdə hidrogeni bilə bilmək üçün də, yəni. Neçə moldur? Burada C bərabər nü bölək V-dir, elə deyilmi? Nü də bərabərdir C vuraq V. Yəni, molu tapmaq üçün vurmalıyam da həcmdən qatılığı bir-birinə. Bunun molu olur 2xy. Burada da 2x vuraq 3y-dir. 6xy olur. 1 3-ə nisbətindədirlər burada. Hidrogeni tapsaq əgər, hidrogen burada olur. Deməli, alınan maddəyə tərəf baxaq da biz. Deməli, nə istəyir məndən bir dəqiqə? Burada hidrogen iyonlarının qatılığını istəyir. Hə, hidrogen iyonu burada olacaq elə bu yanda 2xy, yox, 4xy-dir. Plus 6xy. Bu hidrogenin molu oldu. Həcmdə 5y-dir. Yəni 10xy bölək 5y. Buradan y-lər getdi. Qaldı 2x bölək 5. Baxın, neylədim? Molları tapdım. Vurdum hidrogenin sayını tapdım hər ikisində. 6'yı topladım. Ümumi də həcm zaten eyni olur. Bu ümumi həcmi toplayırız. Bu ümumi həcmi bərabərdir. 10xy elədi. Onu da böldüm, yəni molu böldüm yenə V-yə. Bu da oldu 2x bölək 5. Cavab oldu burada Y variantı. Belə. Hər hansı bir sualınız yaranarsa yenidən çəkinmədən suallarınızı verərsiniz. Hələlik.